İşten çıxmıram. Niyə çıxmalıyım mən işdən? Niyə çıxmalıyım mən gün kimi işimdən? Bazı kişiləri də bu qədər Nargiz xanım çox sağ olun. Bu qədər üstünə gedir bəzi qadınlar. Onu eləməzsən, bunu eləməzsən, onu eləməzsən, bunu hər eləyirsən, axırda olsun qul. Bir də güzel ömür günün gedib, canın sağlamlığın gedib və s. Onu elə, bunu elə, hər qadının hər dediği şeyləri eləməyin dostlar, eləməyin. Allah kömək olsun Xoşinan xanıma. Allah Raman müəllimə can sağlığı versin. Allah onun hər iki Xoşinan xanımın balalarını minbudaq eləsin. Raman müəllim balalarını minbudaq eləsin. Handan hana iş almışam da. Niyə gelmir gün kimi işimdən çıxmalıyam ki? Rəsmi işimdə işləyirəm də. Niyə çıxmalıyam mən işdən ki? Niyə çıxmalıyam mən? Nə var nə var bir də bomboş şeylərə görə. Mən inanırsınız gedib onun söz söhbətin dərinə mən gedib soğuqda titrət yandıram. Bu günlər mən titrət Allah'ım soğuqdan benim sümüyüm iliyim düşür diye. Mən də yansığım da, mən də yansığım. O, bəzi özünü hörmət eləməyən qadınlar elə. Broşka sizinkilərdən. Ay, sənə qurbanım, mən broşka vururam başıma. Yox, uşaqlarınız var deyirəm elə. Ay, yox, mənim qızım yox. Yoxdur, onda buradakı onlarındır, bilirəm. Bura düşmüşdür. Çıxmıram, mən işdən çıxmayacağım. Benim buradakilərim de burada var, balası var. Allah Xoşinan xanımdan can sağlığı versin. Nömrə bir psixoloq mərkəzinə Allah can sağlığı versin. Teşekkür edirəm, var olsunlar. Rəhbərinə teşekkür edirəm. Əlimlə danışmışıq. Əlim aparacaq, onu müalicə aparacaq. Mənim də üstümdə. Mən demirəm tək ki o. İkimiz də ailəli şəkildə müalicə almalıyıq. Bu reabilitasiya olmalıyıq. Belə olmaz ya. Bu ailə belə ailə olmur. Ona elə, bunu elə deməklə onu olmur. Bunun üstə. Mən aşırı gözəl başa düşürəm. Amma mən ailəmi qoruyum. Ailəni nətə qoruyum? Nətə qoruyum ailəni? Ailəni nətə qoruyurlar? Nətə qoruyurlar ailəni? Mən sevməsəydim onu Nuraylı ilə. Mən sevmək o demək deyil ki, hər şeydən dözməlisən. Hər qadın diziylə çaldığı tutayın oynamalısan. Sevmək o deyil. Sevmək qarşılığı olmalıdır. Elə ki, məsələn, mühafizəçi moderatorumuz, xoş gördük sizi, necəsiz? Sevmək sevmirsən. Sevmək nətər olur sevgi? Kişi özünə əl çəkməlidir. Kişi özünə əzməlidir qadın yanında. Mühafizəçi xanımız, moderatorsunuz da sizdə. Xeyr, öz evimiz yoxdur. Maaş nə qədərdir? Bu həmmanın yeridir. Dəyməz. Maaş nə qədərdir? Hər nə qədərdir? Yoxdan ki yaxşıdır. Yoxdan ki yaxşıdır. Bir dəfə oturdum burada yalvar yaxar elədim, kömək istədim. Hamımız 90% insan mənə daşqalaq elədi. Ayıbdır. İndi bəzi yazırlar ki, işdən tapmaq olar, ailədən tapmaq olmaz. Ben ailəm yanımdaydı, işləmirdim də. Ged işlə, işləyirəm də, işlədim bu da bu günün də. Mən gün yaşamayayım da. Allah'ın altında mən yazıb ki, ölənə qədər zülüm çəkəcəksən. Hər maaş nə qədər olmağın nə fərqi var? Bunun nə adiyyəti var, maaş nə qədərdir? Adamdan maaş soruşmazlar, yaxşı şey deyil o, tərbiyəsizlikdir. Görevli verecek, Çok yorulmuyorsun. Allah sana can sağlığı versin. Yorulmuyorsun, yüreğin. yorulmuşum. Can. Sürsüklük de ben. Ha? Şöyle sürsüklük. Kimi? Can. Allah şifa versin. İşi yorulmuyoruz. Əsgər Nur. İşdən çıxmayacaq. Niyə çıxıram ki? Dostlar, niyə çıxmalıyam ki? Ekranlarımızı tıklayaq da Sosyal Əhmədovumuza. Hər kəsin 101 dənə gül dostlar. 101 dənə gül. Hər kəsin xaşəyim 101 dənə gül. Hərə bir dənə gül atsın. Bu TikTok görəvi verib mənə. Çox sağ gül, mavi gül. Mədinə xanım təşəkkür edirəm.
101 dənə gül. Zəhra çox sağ olun. Atakişiyev çox sağ olun. Ayana çox sağ olun. Eliş, Aynur çox sağ olun. Təşəkkür ederim. Nemet, Cingiz, Ramik, Xalid, Səma, Gülay, Aynur, Zilan, var ol, Aygün Bakı, Şamil, Dəlimin dəlisi, Aygün Bakı, təşəkkür ederim. 1, 2, Nazlı, Aydın, hər birinizə təşəkkür ederim. Xalid, Lezgin, çox sağ olun. Tutun, minnətdarım, var olasınız. Hər kəsdən təşəkkür ederim. Ekranımızı bəyənənlər, hədiyyə atanlar, minnətdarım, var olasınız dostlar, çox sağ olun. 101 dənə gül dostlar. Xahiş edirəm sizi. Bu sefer de elə şey yazsan, at gələcəksən birbaşa bloka. Sənə şans verirdim. Herkesten karşı. Bak bu ayaklar dedim, o yorum videonu sildiler. Ben müracaat etmişim 102 polis xidmətinə ki, benim hakkımda dezenformasiya mən... Burada yemek var. Burada hava ikinci açıkta. Mucizesin, çok sağ olun. Elvin çok sağ ol, teşekkür ederim. 101 dənə gül dostlar. Oxuyuram, nə ilahi, nə görümüz oxuyuram. Soyuqdur ora, bəli qışdır da, və nə soyuqdur, yox özüm giymişəm. Salam, çox sağ olun, yaxşıyam, siz necəsiniz? Mən bəzi kişilər kimi çıxıb arvadım orada rəzil eləməmişəm, Yusuf'a eləməmişəm, ağzıma gələn danışmamışım arvadım haqqında. Sadəcə mən demişəm ki, bu xırda-mırda səbətlərə görə ailənin dağılmaq problemi lazımdır. Gözün haraları gelib çıxır. Hər xırda bir şey müdaxilə edir. Deyir, mən yanında ol. Mən nə qədər onun yanında olmalıyım? Mən oturmalıyım burada 91, 91, 09, 91, 09 deməliyəm. Bu hər yoldan keçən, hər anasından bezən, atasından bezən, anasının əmcini keçən üz sistemi. Ağzına gələn heç bir manat xeyri olmayacaq, amma ağzına gələn şeyi yazacaq belə. Mən lazımdır o. O bəlkə bir səviyyəcə məndən qat-qat aşağı olan insanlar nə var, mənim ehtiyacımdan istifadə edək, ağzından çıxan şeyi yazmalıdır mənə. Var. Yine de o söhbət olmasın diye ne? Yine de dayanıram bayırda. Ne? İşten çıkıyor arvadın yanında diye. Ben parmağıma sorum. 15 gün 63 pul verirlər. Özünü tanıyan məncə qat-qat səviyyəcən aşağı heç üzbüzüyə gəzib mənim heç özümə qarşı cümlə qura bilməyəndən ağızdan çıxan şeylər yazırdı mənə. Mənə bu lazımdır. Gör mən nə günə qalmışam. Mən üçün dəli nevroza oxşuyuram, xəstə dəli oxşuyuram mən. Gün kimi mən heç küçələrdə qalanda cəmaatdan bir manat istəməmişəm. İşləmirdim, çarəsizlikdən övladıma görə dedim, hər şey cəhənnəm olsun. Mənə kim dəstək olmaq istəyir, Allah kömək olsun. Mən neyiniyim ben? Yenə çıxım oturum burada dedim, dostlar, bir manat. Müzəsində yorum yazsın, Hüseyin dilənçili eləyir. Bilmirsiniz nə çəkirsiniz? O ailənin içində olan mənəm. Qıraqda hər şey ailə qəşin görsənə bilər, adi görsənə bilər, şov görsənə bilər, dava elə belə görsənə bilər. Amma bu işin içində olan mənəm. Mən belə idim, mən belə nevroz idim. Qıraqda nə var? Hələ bir otobüs yerində, çayının vaxtında gəlir, yeməyin vaxtında gəlir, otur belə fikir bildirir. Nə bilirsə bu problemi yaşayamsan sən? Mənim yerimə bir gün qal, qala bilərsən. Elə bir boşanan bizdən təkcə bizi. Elə bir dənə problemi olan təkcə bizi. Respublikada heç problemi yoxdur, bir dənə Hüseynin problemi var. Hamının yeteri kadar problemi var da, hamının problemi var. Elə problemler var ki, vapşı biabırçılıqdır. Bu efirlərə çıxan problemlərdən də qat-qat biabırçıdır. Heç amma çıxa bilmirlər. Anasını qızla tuturlar, qardaşla tuturlar, qızı ateçlə tuturlar, nə bilim, gəlini qaynıyla tuturlar. O qədər biabırçılıqlar var ki. Elə bir problemlər bizdədir. Ayrılan təkcə bizik. Heç elə, kim ayrılır? Xoşedəm xanım deyir ki, ayrılmayın.
Ayrılmayın, ailə dağıtmaq asandır, ailə qurmaq çətindir. Bir də səbirli ol, müalicə olunun. Nədir ki? Yo, harada kim var be? Harada ne var? Bu gün qırğın değildi ya sən axtarımda. Nə belə bir qırğında bir şey olur. Mən nə aydı, bunlar nə aydı? Bu səsi bunun arxasından da deyəsin, deyən. Arkasından da öyle.